Salam, hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda məktəbə yaxın 4 otaqlı 2,5 sot torpaq sahəsində tikilən, bax göründüyü kimi bura həyətidir. Belə bir 4 otaqlı həyət evi satışdadır. Evin sənədləri tam qaydasındadır. Evin də torpağında sənədləri var. Çıxarış mülkiyyətdir, yəni kupçası var. Bu evin üst görünüşü göründüyü kimi evin 3, yəni balkondan ibarətdir. İkinci mərtəbədə kürsülüdür. Bir daha qeyd edim ki, ev 2,5 sotdur. Torpaq sahəsində tikilibdir. Həyətinə göründüyü kimi daş döşənib, geniş bir həyəti və həyətində çılçıraqlar da vurulub və gül əkilibdir həyətin yan tərəfində. Qaz, su, işıq davamidir, kanalizasiya sistemi mərkəzidir. Sənədlər qeyd etdiyim kimi tam qaydasında və ev tam təmirli vəziyyətdədir. Evin zirzəmisi də var və evə daxil olduqda belə bir geniş dəhlizi, döşəməsi istilik sistemidir birinci mərtəbədə. Burada sağ tərəfdə bax belə bir geniş mətbəxi yerləşir. Mətbəxdə görünür ki, yerə metlaq vurulubdur. Bax belə bir geniş divar boyu pəncərəsi var ki, mətbəxdə tam işıqlıdır. Bura mətbəxi, ikinci mərtəbə qalxmaq üçün pilləkəni və burada isə bir geniş bir zal otağı yerləşir. Kondisioner üçün işıq xətti də çəkilibdir. Elektrik xətlərinin hər biri çəkilib. TV üçün də işıq xətti çəkilib. Bax belə bir genişlikdə çox gözəl bir səliqəli təmir işləri görülən həyət evidir. Kombi sistem hər bir otağa çəkilibdir. Və burada da pilləkən altında belə bir şkaf yeri saxlanılıb. Göründüyü ki, bax Wi-Fi də qoşulubdur, Wi-Fi də var. Və hamam otağı birinci mərtəbədə belə bir hamam otağı metlaq kafelli. Birinci mərtəbə ilə tanış olduq. İndi isə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbəyə qalxdıqda ikinci mərtəbədə 3 yataq otağı yerləşir. Geniş bir dəhlizi var ikinci mərtəbənin. Bura bir yataq otağı, belə bir geniş bir yataq otağı var. Göründüyü kimi pəncərələr də geniş qoyulubdur. Bura balkonu. Burada isə 2 yataq otağı yerləşir. Otaqların da hər birində göründüyü kimi gün işığı düşür. Tam təmirli vəziyyətdədir. Bura isə üçüncü bir yataq otağı ikinci mərtəbədə və hər otaqdan da göründüyü kimi balkona çıxışı var. Və buradan da dəhlizdən də balkona çıxışı var. Evin başlanğıc qiyməti 135.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır. Bura isə ikinci mərtəbədə yerləşən hamam otağı metlaq kafelli. Bu ev haqqında əlavə məlumat almaq istəyənlər aşağıda və ekranda göstərilən nömrə ilə əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərlər.